Mənə görə Miyasa qastropabların kralıdır, Tom Fordudur, Louis Vuitton'dur. Sözsüz Bakının ən yaxşısıdır. Niyə? Gəlin sizə də göstərim. İlk başlayaq bundan. Siz buna ilk deyə bilərsiniz, amma mən şahəsər deyəcəm. Dəhşət bir şeydir. Ümumiyyətlə sifarişlərimiz çox idi. Bir-bir göstərim sizə. Bu pestolu, burratalı salat çox sadə görünə bilər, amma bu dadlar birləşəndə olur fantastik. İçi bol pendirli bifşteksə nə deyirsiniz bəs? Böyük porsiya və çox əla dad. Yəni burada nəsə olmadı ki, deyim ki, belə də pis deyildi. Hər şey əlaydı, hər şey. Yeməkdən tutmuş xidmətə qədər. Ət chimichurri, guacamole ilə salsalı, ətli nachos, parmezanlı trüfelli batat, sizə verilmiş donat ilə takoslar və gecənin ulduzu bu Coca-Cola sosu ilə bişən brisket. Məncə videodan belə yeməklərin necə dadlı olduğu görünür. Ət elə bil pambıq idi, pambıq. Bir insan başqa nə istəyə bilər ki? Əla yeməklər, əla atmosfer, əla xidmət və belə göz oxşayan açıq mətbəx. Hə, nə deyirsiniz? İndi sözümlə razılaşdınız?